Əziz xoş gördük hər birinizi. Avtomobil bazarındayam, Badamdarda, Bakıda iki bazardan gedər söhbət. Başladıq, deməli Tesla Model 3. Bazarda Tesla Model 3 sırf bu banda olan avtomobillər kifayət qədər var, gətirilibdir bazara. Qarşımızda Şanqan A05 var. Bu avtomobillərin 0 kilometri bir il bundan öncə 26.527 minə qədər təklif olunurdu. İndi bazardadır, qardaş alıb sürübdür. Deməli, avtomobil bazarında daha əvvəl göstərdiyim kimi indi sizə təqdim edirəm. Çin maşınları, Çin istehsal olan avtomobillər də kifayət qədər var. Bu avtomobil Şanqan Unive'dir. 2024-cü ilin Hyundai Sonatası var. Hibriddir, hibrid mərci ilə təşkil olunur. Bu avtomobil yəni daxili yanmadır, həm də ki elektrikli deyərdikdə, yəni hibrid həm şarjlandır, həm də ki yanacaqla. Qarşımızda Honda Insight var, 2018-ci ildir. Qarşımızda Mercedes W225 var, 2000-ci ildir. 2020. Gəmidir, həqiqətən də bu avtomobilin uzunluğuna fikir verirsiniz, nə boyda bir görünüşdədir. Artıq bazarı bir neçə dövrə vurmuşam, demək olar ki, fırlanmışam, nə birinci dəfə gedirəm, və müştəri görməmişəm. Burada bir maraqlı yer var, dəyərli izləyicilər, bazarın bu hissəsində, onu sizə təqdim edəcəm. Avtomobil almaq istəyənlər burada yoxlayır avtomobili. Çıxırlar bura, burada sürürlər, eynəyi var, ha, getdi. Görürsünüz, Chevrolet Cruze gəlir, baba. Görürsünüz. Və bir də maraqlı bir nüans var dəyərli izləyicilər. Maşınları çəkirəm. Təsəvvür edin ki, 2007-nin, 2008-in maşınlarını göstərirsən, soruşursan deyir ki, yəni ki, B-kraskadır, rəngdənməyib. Mən bu anlayışı, bu sözü heç cür başa düşə bilmirəm və qəbul edə bilmirəm.